Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə ATV-lər məhəlləsində 2 ailə üçün tam uyğun. Demək, 2 otaq aşağıda bir mətbəx, demək, yuxarıda da 4 otaq, bir mətbəx olmaqla 6 otaqlı bir həyət evi satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin, ev haqqında sizə məlumatlarımı verim. Evin qiymətini videonun son dəqiqələrində sizə təqdim edəcəm. Hörmətli izləyicilər, nəzərdə çatdıran bu ev nəmişlik olmayan qupquru yerdə, ərazidə yerləşir. Ev satış üçün də tikilsə də tam standartlara uyğun inşa olunub. Demək, hörmətli izləyicilər, fundament fırılıb, kəmərləri atılıb. İstədiniz bu proraba göstərə bilərsiniz evlər, hörmətli izləyicilər. Yəni evdən başı çıxan ustalara göstərə bilərsiniz evi. Evin hündürlüyü hardasa 2.72-80'da, aşağı hündürlüyü yuxarıda tam rahat 3 metrdir. Bax, bura qaraj hissəsidir. Rahat 2 dənə maşın rahat daxil ola bilər. Eyni də uzunluğu da yaxşıdır. Buradan daxil oluq aşağıdakı otaqlarla tanış olaq, hörmətli izləyicilər. Gördüyünüz kimi, bax, bu hissəsidir. Döşəməsi istipoldur. Yuxarılar gördüyünüz kimi aşpı ilə yığılıb. Sağda burada bir balaca bir mətbəx yeridir. Hörmətli izləyicilər, bax, bunun mətbəx yeri sistemin ev sahibi özü düzüb qoşub verəcək. Yəni, çöldən yeri var hazır. Yəni, bunu da nəzərdə çatdırın. Bura mətbəx hissəsidir. Keçirik buradan, 2 də otaq buradadır. 2 ailə üçün tam uyğundur. Burada aşağıda bir də yenə bir balaca bir otaqdır. Burada da yenə də bir otaqdır. Sonda da bu birinci mərtəbənin aşağının sanuzeldir. Bu da təmir vəziyyətdədir. Hamısı da istipoldur, hörmətli izləyicilər. Yəni burada rahat, istiliyi, yəni tam rahat döşəmədən çıxır. Yəni bu nəzərdə çatdırım. Keçən evin yuxarı otaqlarından tanış olaq, hörmətli izləyicilər. Buradan qalxırıq ikinci mərtəbəyə. Yan tərəflərdə, yəni buradan görürsünüz məsafə var. Kəmərləri də gələn adam subaq vurmayıb, gələn adam görə bilər. Yəni kəmər də atılıb. Qalxır buradan yuxarıya. Bura ikinci mərtəbənin. Gördüyünüz kimi, bax, bura viranda hissəsidir, balkon hissəsidir. Buradan girən kimi dəhliz hissəsidir. Dəhlizi var, gördüyünüz hündürlüyü 3 metrdir. Yuxarıya bana çıxmaq üçün belə yer qoyub. Sağda buradan mətbəx hissəsidir. Qapıları, bahalı qapılardan istifadə olub, ağ qapılardan istifadə olub, açıq aboylardan istifadə olub. Mətbəx hissəsi haradasa təxmini bir 10-12 kvadrat olar. 10 kvadrat rahat var. Sağda bir yataq otağıdır, uşaq otağıdır bu da. Burada da yenə bir yataq otağıdır, hörmətli izləyicilər. Gördüyünüz kimi də yataq otağı. Bu da haradasa 3 metrin bir 4.20'ye, 12-13 kvadrat olar. Təxmini ölçüdə elə, hörmətli izləyicilər. Solda burada qonaq otağıdır. 3.80'ın haradasa 6-7 metr olar. Ev həqiqətən çox zövqlə təmir olunub. Nəzərinizə çatdırın ki, hörmətli izləyicilər. Evin 2 ailəyə tam uyğundur. Kim istəsə bir ailədə ola bilər, aşağıda da yaşayış elə bilər, oturub dura bilərlər. Burada da bir dənə bir yataq otağıdır, hörmətli izləyicilər. Gördüyünüz kimi də ev haqqında bütün nə varsa hamısı təqdimatda çəkdim, göstərdim. Suallarınızı başdakı nömrə ilə də əlaqə saxlayarsınız. Burada da sonda sanuzel hissəsidir. Sanuzellə gördüyünüz kimi, hörmətli izləyicilər, təmiri vəziyyətdədir. Aksesuarlar evin qiymətindən asılıdır. Kimlərsə evini satmaq istəyirsə 055 389 38 08 nömrəsi ilə əlaqə saxlasın. Evlərin satılmanı köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Seç Al Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiyməti evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb, kodları götürmək yaddan çıxmasın, hörmətli izləyicilər. Demək, hörmətli izləyicilər, evin sənədi bələdiyyə sənədidir. Qiyməti də 145.000 stat qiymətdir. Arxivli sənəddir, bələdiyyə sənədi. 145.000 stat qiymətdir. Real alacaqsa endirim olmağına olacaq. Birbaşa sahibinə görüşəcəksiniz. Son sözü, hörmətli izləyicilər, ev sahibi deyəcək. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alana da xeyir versin, Allah satana da. Kim alsa da yenə Allah xeyrin versin. Sona qədər izləyin ki, izlədiyi üçün də təşəkkür edirik.